bürcü 21 iyun 2026-cı il. Günün əvvəlini məntiq əsas olanı ikinci dərəcəli məsələlərdən tez ayırmaq bacarığı və başqalarının təzyiqinə boyun əyməmək tələb edən işlərə həsr etmək daha yaxşıdır. İşdə səhvlərə yol verməyəcək və yalnız ilk baxışda sərfəli görünən şərtlərlə razılaşmayacaqsınız. Əgər kimsə sizi qərar verməyə tələsdirsə, faktları sakit şəkildə yoxlamaq, lazım olan sualları vermək, həqiqətən sizə uyğun olan variantı seçmək üçün fasilə götürün. Günün ikinci yarısında israrlı olmaq çox faydalı olacaq. Əvvəllər həll edə bilmədiyiniz mürəkkəb bir tapşırığa yenidən qayıda və ya həm sizi, həm də yaxınlarınızı narahat edən ailə məsələlərini aydınlaşdıra bilərsiniz. İndi yaxınlarınıza təzyiq göstərmək deyil, mövqeyinizi sakit və ardıcıl şəkildə izah etmək vacibdir. Belə etsəniz, hamını qane edəcək, həlli daha tez tapacaqsınız. Buğa bürcü 21 iyun 2026-cı il. Nəyə qadir olduğunuzu göstərə biləcəksiniz və bu təkcə adi işlərə deyil. Əvvəllər sizə şübhə ilə yanaşan insanlar sizin toplanmışlığınızı, praktikliyinizi və başladığınız için nəticəyə çatdırmaq bacarığınızı görəcəklər. Yaxın vaxtlarda onların sizinlə daha yaxından tanış olmaq və ya maraqlı bir təklif vermək istəyi yarana bilər. İşdə təşəbbüs göstərmək faydalıdır. Bugün yeni ideyanızı bölüşmək, yeni layihə ilə bağlı danışıqlara başlamaq üçün münasib gündür. Ola bilsin ki, ilk addımlar tək başına atmalı olacaqsınız, amma tezliklə dəstək alacaqsınız. Maraqlıdır ki, kömək heç gözləmədiyiniz insanlardan gələ bilər. Əvvəllər münasibətləriniz soyuq olan biri birdən sizə doğru addım atmağa hazır ola bilər. Bunun arxasında gizli məna axtarmağa ehtiyac yoxdur. Ola bilsin ki, həmin insan nəhayət sizin nə qədər etibarlı tərəfdaş və yaxşı dost ola biləcəyinizi anlayıb. Əkizlər bürcü 21 iyun 2026-cı il. Gün ciddi yanaşma tələb edəcək. Məhz belə əhval-ruhiyyə sizə yaxşı nəticələr əldə etməyə kömək edəcək. İşdə hər şey dərhal alınmayacaq, amma bu dayanmaq üçün səbəb deyil. İlk cəhdə məqsədə çata bilməsəniz, tez başqa üsul tapacaq, sonra isə daha bir variant düşünəcəksiniz. Bu cür çeviklik sizin əsas üstünlüyünüz olacaq. Mübahisə və fikir ayrılıqları olmadan keçməyəcək. Ətrafınızdakı hər kəs sizin niyə məhz belə hərəkət etdiyinizi dərhal başa düşməyəcək. Hələ sizi dinləməyə hazır olmayan insanlarla uzun söhbətlərə enerji sərf etməməyə çalışın. Öz bildiyiniz kimi hərəkət edib sonra nəticəni göstərmək daha asan olacaq. Bu nəticə istənilən mübahisədən daha inandırıcı olacaq. Potensial müttəfiqləriniz uzaq görəndiyinizi, addımları əvvəlcədən hesablamaq bacarığınızı və xırda detalları unutmamağınızı yüksək qiymətləndirəcəklər. Xərçəng bürcü 21 iyun 2026-cı il. Yaxınlıqda sınanmış müttəfiqləriniz olarsa, bir çox işdə nəzərə çarpacaq nəticələr əldə edəcəksiniz. Hər şeyi tək başına etməyə çalışmayın. Köhnə dostların, etibarlı həmkarların və dəfələrlə əməkdaşlıq etdiyiniz insanların köməyi çox yerinə düşəcək. Ciddi iş layihələrinə başlamaq, dəstəyinə güvəndiyiniz insanlarla razılığa gəlmək olar. Nə istədiyinizi nə qədər aydın izah etsəniz, bir o qədər tez dəstəyi alacaqsınız. Vəzifələrin bölüşdürülməsi, məsuliyyət və maliyyə idarəçiliyi ilə bağlı vacib məsələləri sakit şəkildə müzakirə etmək mümkün olacaq. Qəbul edilən qərarlar bəlkə də son qərarlar olmayacaq. Amma həm sizə, həm də həmsöhbətlərinizə bundan sonra hansı istiqamətdə hərəkət etməyin lazım olduğu aydın olacaq. Şir bürcü 21 iyun 2026-cı il. Özünüzə qulaq asın. Bugün intuisiya çox güclü olacaq və bir çox vacib məsələləri sadəcə hiss edərək anlayacaqsınız. Bu vaxtında qərar qəbul etməyə, qeyri-müəyyən vəziyyətdən çıxış yolu tapmağa, harada təşəbbüs göstərməyin lazım olduğunu anlamağa kömək edəcək. Başqalarının işini təşkil etmək, vəzifələrini bölüşdürmək kimi işlərin öhdəsindən çox yaxşı gələcəksiniz. Əgər tez bir komanda toplamaq, ümumi məqsədi izah etmək və insanları ruhlandırmaq lazım gələrsə, bunu çox təbii şəkildə bacaracaqsınız. Qız bürcü 21 iyun 2026-cı il. Çox faydalı işlər görəcəksiniz və bu yalnız özünüz üçün olmayacaq. Əvvəllər qarşılıqlığın hökm sürdüyü yerlərdə qayda yaradacaqsınız. Gün yaxınlarınıza kömək etmək və təşkilati məsələləri həll etmək üçün əlverişlidir. Ola bilsin ki, şəxsi işləriniz bir müddət ikinci plana keçsin, amma buna görə çox narahat olmayacaqsınız. Üstəlik tezliklə harada sizin iştirakınızın həqiqətən lazım olduğu, harada isə insanların özlərinin öhdəsindən gələ biləcəyi aydın olacaq. Bu da diqqətinizi boş yerə yayındırmamağa kömək edəcək. İşdə hər şey gözlədiyiniz kimi getməyəndə sakit qalmaq bacarığınız çox işə yarayacaq. Maliyyə və əmlak ilə bağlı planlarda dəyişikliklər mümkündür. Şərtləri dəqiqləşdirməkdən, suallar verməkdən, razılaşmaları yenidən nəzərdən keçirməkdən çəkinməyin. Praktik yanaşmanız qarışıqlığın qarşısını almağa ən etibarlı variantı seçməyə imkan verəcək. Tərəzi bürcü 21 iyun 2026-cı il. Etibar etdiyiniz insanlarla ünsiyyət üçün əla gündür. Vacib məsələləri müzakirə edə, hisslərinizi bölüşə. Son vaxtlar hamını narahat edən problemlərin həlli yollarını birlikdə axtara bilərsiniz. İşdə uğur qazanmaq, həmfikir insanların köməyinə müraciət etsəniz daha asan olacaq. Birlikdə uğurlu həlli tək başına olduğunuzdan daha tez tapacaqsınız. Tək işləyərkən isə fantaziya, zövq və ölçü hissi tələb edən işlərlə məşğul olmaq daha yaxşıdır.
Əqrəb bürcü 21 iyun 2026-cı il. Çoxlu yaxşı ideyalar yaranacaq. Onlardan bəzilərini şərait əlverişli olduğu müddətə dərhal həyata keçirməyə çalışmaq lazımdır. Vacib olan qətiyyəti tələskənliklə qarışdırmamaqdır. Əgər söhbət puldan, ciddi razılaşmalardan və hələ də yaxşı tanımadığınız insanlarla əməkdaşlıqdan gedirsə, əvvəlcə detalları dəqiqləşdirmək daha yaxşıdır. Təşəbbüs göstərmək, bacarığınızı nümayiş etdirmək, qeyri-adi həll təklif etmək və ya insanları planlarınızın diqqətə layiq olduğuna inandırmaq lazım olan işlərdə əla nəticələr göstərəcəksiniz. Bir çox insan gördüyünüz işlə maraqlanacaq, bu da yeni imkanlar açacaq. Lakin sizə yalnız ruhən yaxın insanlar deyil, başqalarından da öz maraqları üçün istifadə etməyə öyrəşmiş şübhəli şəxslər də yaxınlaşacaq. Belələri ilə münasibətdə həddindən artıq güzəştə getməyin, birbaşa suallar verin və şübhə doğuran təkliflərlə razılaşmayın. Ox atan bürcü 21 iyun 2026-cı il. Vacib məsələlər sizin ağıllı yanaşmanız sayəsində uğurla həll olunacaq. Başqalarının tələsdiyi və mübahisə etdiyi vəziyyətlərdə siz sakitliyinizi qoruyacaqsınız və məhz bu çətin vəziyyətdən çıxış yolu tapmağa imkan verəcək. İş sahəsində vəziyyətə bütöv baxmaq, hadisələrin yalnız bir inkişaf variantından yapışmamaq, kiçik gecikmələrə görə narahat olmamaq bacarığınız faydalı olacaq. Nə isə plana uyğun getməsə tez bir zamanda uyğunlaşmağın yolunu tapacaqsınız. Ətrafınızdakılar sizin özünüzdən hakim olmağınızı, köməyə hazır olmağınızı bəyənəcəklər. Ola bilsin ki, kimsə sizdən məsləhət istəyəcək, kimsə isə planlarınıza qoşulmaq istəyəcək. Bu faydalı ola bilər. Uzun müddətli məqsədləri müzakirə edə biləcəyiniz müttəfiqlər qazanacaqsınız. Amma hər kəsi ruhlandırmağa borclu olan insan rolunu üzərinizə götürməyin. Bugün yalnız başqalarını deyil, öz enerjinizə qorumaq vacibdir. Oğlaq bürcü 21 iyun 2026-cı il. Planınız var, o halda sadəcə ona əməl edin. Hadisələr əsasən gözlədiyiniz kimi inkişaf edəcək. Buna görə çoxdan düşündüyünüz niyyətləri həyata keçirmək, işin vacib mərhələsini başa çatdırmaq və ya uzun müddət yalnız ümumi şəkildə müzakirə olunan məsələlər barədə razılığa gəlmə imkanı yaranacaq. Əsas üstünlüyünüz prioritetləri tez müəyyən etmək, vacib olmayan şeylərə diqqət ayırmamaq olacaq. Başqaları gah bir işə, gah başqa işə girişərkən siz sakit şəkildə nəticəyə doğru irəliləyəcəksiniz. İşlərdə uğur qazanmağınıza vaxtilə dəfələrlə kömək etdiyiniz və dəstək verdiyiniz insanlar yardım edəcəklər. Ola bilsin ki, köhnə tanışlar, keçmiş həmkarlar və ya tərəfdaşlar özlərini xatırlatsın. Onlarla söhbət çox faydalı olacaq və perspektivlər açıla bilər. Əvvəllər sizi yalnız iş münasibətləri bağlayan bir insanda sizə qarşı romantik maraq yarana bilər. Bu sizi sevindirirsə, hadisələri tələsdirməyin, amma ünsiyyətdə də qapalı olmayın. Dolça bürcü 21 iyun 2026-cı il. İşdə nəzərə çarpacaq uğurlar əldə edəcəksiniz. Çünki vaxtında dəstək alacaqsınız. Xüsusilə qadınlar, həmkarlar, rəfiqələr və qohumlar sizin üçün çox faydalı işlər görəcəklər. Onlar vaxtında yaxşı məsləhət verəcək, kimə müraciət etməyin lazım olduğunu göstərəcək və ya tanış vəziyyətə yeni baxış bucağından baxmağa kömək edəcəklər. Bugün işdə kifayət qədər çox söhbət olacaq. Bunları vaxt itkisi hesab etməyin. Bir çox müzakirələr sizə fayda gətirəcək. Məsələn, kimsə sizin diqqətinizdən yayılmış detalı görə və qeyri-adi həll təklif edə bilər. Burada vacib olan həmin ideyanı vaxtında tutmaq, obyektiv qiymətləndirmək və həyata keçirməyə başlamaqdır. Balıqlar bürcü 21 iyun 2026-cı il. Diqqət, dəqiqlik tələb edən işlərin öhdəsindən əla gələcəksiniz. Tələsməsəniz çox yaxşı nəticələr əldə edəcəksiniz. Xırda şeylərə diqqətinizi yayındırmayacaqsınız. Başqalarının darıxaraq yarımçıq qoyacağı işi siz fəxrlə nəticəyə çatdıracaqsınız. Günün ilk yarısı çox parlaq keçməyəcək, amma düşüncələrinizi qaydaya salmağa imkan verəcək. Gün ortadan sonra yeni ideyalar yaranacaq və onları kiminlə müzakirə edə biləcəyinizi tez anlayacaqsınız. Dostlar və etibarlı müttəfiqlər sizi həvəslə dəstəkləyəcəklər. İşin praktik tərəfindən kömək edəcək və qayğıların bir hissəsini öz üzərlərinə götürəcəklər.